Salam əziz dostlar, məntiq dərslərinə davam edirik. Bugün biz sözlər barəsində bölgülərdən danışacağıq. Biz keçən səfər amonimlərdən danışdıq. Bugün isə çoxmənalı sözlərdən danışacağıq. Biz amonimlərlə çoxmənalı sözün keçən səfər fərqindən danışmışdıq. Çoxmənalı söz nədir? Zaman fasiləsi ilə, yəni müəyyən zamanlarda bir mənada, sonra başqa bir mənada işlənən sözlərdən danışırıq. Zaman fasiləsi ilə və bir neçə yaxın mənaya ad qoyulan eyni bir sözə, bir neçə yaxın mənaya ad qoyulan bir neçə sözə deyirlər nə? Çoxmənalı sözlər. Nəticə etibarilə mənalardan biri, yəni birincisi, lap belə deyək, mənalardan biri əsas mənadır. Digəri isə ondan sonraki mənalar isə törəmə mənalar. Ərəb dilində buna mənqul deyirlər. Törəmə mənalar sayılır, adlanır. Məsələn, ərəb dilində salət sözü əvvəllər ümumiyyətlə dua mənasında işlənib. Salli, yəni dua elə. Dua mənasında işlənib. Yəni leksik mənası, lüğəvi mənası dua mənasındadır. Amma İslamdan sonra həmin bu salat sözü birinci mənadan köçürülüb duanın xüsusi bir formasına, yəni rüknü olan, rukusu olan, səcdəsi olan bir formaya düşüb, yəni namaza, bugün dediyimiz namaza deyilib. Əvvəllər dua mənasında olub, sonra isə namazda işlənib. Və namazda işləndikcə də həmin o mənada insanlar salat deyəndə ərəblər artıq namaz başa düşülür. Daha birinci məna anlaşılmır. Və yaxud həcc sözü qəsd mənasındadır, niyyət mənasındadır, leksik mənada. Bugün isə xüsusi mənasiki olan həcc əməllərinə deyilir. Bax, buna deyirlər nə? Çoxmənalı söz. Sağ olun.